Salamlar, saygılar əziz dostlar. Bu cələsə bir neçə əziz dostların istəyi əsasında Lətif Doğandan Küstüm türküsünün amuzişinə başlayıram ki, bu türkü not nevisi oldu qopuz üçün və siz üçün tədris edilir. Bu türküdə kökümüz redir. Orta simləri re də kökləyə bilirik, sol da kökləyə bilirik. Re halətində kökümüz bu halətdə olur. Az simlərimiz. Orta simlər. Və üst simlər. Bu türküdə mi pərdəmiz, mi bemol pərdəmiz ki, yəni üstdə idi, bu hududda idi. Çəkmişəm gəlib əşaya, mi pərdəsinə yaxın olubdur. İstilahan bu pərdənin adına da deyirik mi bemol 2 ya mi kurun. Əgər sazımızda bu pərdə olsa, yəni mi bemol ilə mi'nin arasında bir pərdəmiz olsa, həman pərdədir. Da çəkmək niyaz deyil. Və si pərdəmizdə ki, bu si bemol ilə do'nun arasındadır. Üzərinə çəkmişəm üstluq. Yəni si bemola yaxındır si pərdəmiz. Başlayaq amuzişinə. Mizan bir mizan çalğısını çalım, sonra amuzişini verim. Əvvəl mizanımız bu halətdə çalınır. İki dənə tamtara mizrabdır. Əvvəl tamtaramız sukutla başlayır. Esti, orta simə vura bilirik. Rast. Sonra solda rast mizrab. Yenirik. Lada çəp mizrab vura bilirik. Pəs oldu. Es, sola. Tamtara mizrabın müqəddəmatı dərslərdə öyrəşmişik. Yəni bilməyənlər üçün ərz edeyim ki, bir dənə rast mizrabdır, bir dənə rast çəp. Müntaha bərvəzni ritmi tamtara. Yəni əvvəl mizrabı tamdır, azca dayanırıq, sonra taradır, iki dənə rast çəpi bədini səri vururuq. Bu halətdə. Es, sola. İdaməsi yenə tamtaradır, vəzni iləndir. Si, dola. Si'miz də si bemoldur bu cələsədə. Si'də rast vururuq ikinci barmağına. Dördünən ya üçüncü barmağına doda rast. Lada çəp. Olur si, dola bu halət. Tamtara ritmi ilə. Mizanın kullunun solfeji bu halətdə olur. Es, sola, si, dola. Ki, aram surətdə çalım. Ki, səriləşir olur. İdamə verək mizanı bədi. Bir dənə tara-tara mizrabıdır, bir dənə tamtara. Tara-tarada mənzurum 4 dənə rast çəp mizrabdır. Bu halətdə çalınır. Tara-taramız 4 mizrabımız la, la, si, soldur. La, la, si, sol. La da rast çəp. Si bemolda rast.